Hər kəsə salam. İstədim YouTube-da belə bir seriya videolar açam. Gündə 3 dəqiqə Çin dili. Videonu 3 dəqiqə içərisində tutacağam və 3 dəqiqə ərzində sizə çox sadə dialoqlar öyrədəcəm. Kim ki Çin dilini belə deyəndə professional yox, sadəcə olaraq Çinə gedir və öyrənmək istəyir. Məncə bu videolardan çox yaxşı yararlana bilər. Ən xırda, ən rahat dialoqlar öyrədəcəm. Bugün məsələn adın nədirdən başlayacağam və ümid edirəm yaşın neçələri də çatdıracağam. Ni叫什么名字? Ni sən叫çağırılırsan. 什么nə? 名字ad. Ni 叫什么名字? Sən nə adla çağırılırsan? Ni indi bir də mənə təkrarlayın. Ni 叫什么名字? Ni 叫什么名字? Yazıları altdan yazacağım, pinyin yazacağım. Cavabını deyəcəksiniz. 我叫 öz adınız. 我叫 təkrar eləyək. 我叫宋娜. 我叫宋娜 öz adınızı deyəcəksiniz. Çox sadə. 我 mən deməkdir. 叫 çağırılıram. Mən çağırırlar sona. 我叫宋娜. İkinci suala tez keçirəm. Siz bu video biraz yavaş-yavaş təzədən də baxarsınız. 5 dəqiqə sıxışdırmaq istəyirəm. Ni sən duo nə qədər da. Ni duo da. Sən nə qədər böyüksən? Sən neçə yaşın var? Ni duo da. Sən nə qədər böyüksən? Ni duo da. Təkrar eləyək. Ni duo da. Bir daha. Ni duo da. Cavabında rəqəmləri bilmək lazımdır. Rəqəmləri internetdən də yazıb öyrənə bilirsiniz, ChatGPT-dən də yazıb öyrənə bilirsiniz. 我 mən nöqtə sui. Məsələn, rəqəmləri məncə istəsəniz burada qoyaram. Amma ümumiyyətlə rəqəmləri bir ayrı videoya keçid edib baxsanız yaxşı olar. İstəsəniz, əgər maraq olsa mən də yaza bilərəm rəqəmləri, öyrədə bilərəm. 我 məsələn mən 28岁. 我28岁. Sui yaşdır. Mən orada 28 dedim. Rəqəmləri bu videoya da qoyaram 10'a qədər. Bilin ki, ondan sonra məsələn 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, birdən 10'a qədərdir. Ekranı saxlayıb baxarsınız o hissəyə. Məsələn 20 demək istəyəndə deyirik 2, 10. 20, 30 demək istəyəndə deyirik 3, 10, 30. Belə öz yaşınızı özünüz deyə bilərsiniz və təki də o 10'luqdan sonra deyirsiniz. Məsələn 30, 32 desə 2. 3 dəqiqənin içində bir nəfəs edin. Eminim bu video üçün çox faydalı olar. Növbəti videolarda görüşərik. Bu arada sualınız varsa rəqəmdə yaza bilərsiniz. Bütün əllərinizi diqqətlə oxuyacağam.